Yanvar ayının 9'undan sonra Rusiyanın qərbində böyük bir soyuq hava kütləsinin ərazidə toplanması gözlənilir. Bu prosesə səbəb isə Rusiyanın qərbindən soyuq nüvəli ekstratropik siklon sisteminin keçməsi fonunda şimaldan Arktikadan və qərbi Sibirdən soyuq havanın davamlı olaraq Rusiyanın qərbinə doğru toplanması gözlənilir. Və ümumi sinoptik şərait nəticəsində Avropanın şimal-qərbində isə orta troposferdə və aşağı troposferin aşağı qatlarında antisiklonik bloklanma gözlənir ki, bu da şimal-qərbdən, yəni qərbdən küləklərin, qərb küləklərinin bir xeyli zəifləməsinə, lakin şimaldan qərbdən isə soyuq havanın şimal və şimal-qərbdən isə Arktikadan və qərbi Sibirdən, şimal-şərqdən isə Rusiyanın qərbinə doğru toplanması səbəb olacaq. Nəticədə yanvar ayının 9-dan sonra Qara Dəniz ərazisində və Şimali Qafqazda hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Eyni zamanda Xəzər dənizinin şimalından da güclü siklon sisteminin keçməsi nəticəsində yanvar ayının 9-dan sonra Bakıda küləklərin güclənməsi ehtimalı var. Yəni güclü küləklər gözlənilir. Əvvəlcə güclü cənub-qərb küləkləri gözlənilir, çünki siklon sağ qolu başdan keçəcək. Artıq yanvar ayının 9-dan sonra isə güclü şimali külək gözlənilir. Bu da siklonun sol qolu, yəni soyuq cəbhənin artıq Qafqazın cənubi Azərbaycan arasında keçməsi fonunda hava şəraitinin qısa müddət ərzində kəskin dəyişilməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın İskandinaviya hava tədqiqatları mərkəzinin və eyni zamanda Birləşmiş Krallığın, yəni Böyük Britaniyanın milli hava xidmətinin birləşdirilmiş modeli ilə biz tanış oluruq. Bu model onu göstərir ki, yanvar ayının artıq xüsusilə də birinci 10 günlüyün sonlarına doğru və ikinci 10 günlük ərzində Avrasiya arasında hava şəraitində bir neçə dəfə kəskin soyuma ehtimalı var. Bu soyuqların birinci qolu yanvar ayının 6, 7 və 8-də Avropanın şimalında, şimal-qərbində və qərbi Rusiya arasında aktiv olması gözlənilir. Lakin Qafqazda isə isti cəbhənin təsirindən, yəni bu siklonun sağ qolunun təsirindən Qafqazda isə hava şəraitinin bir qədər, şimala nisbətən bir qədər mülayim keçməsi səbəb olması ehtimalı var. Tez-tez qərb və cənub-qərb küləklərinin yanvar ayının 9-una qədər olan müddət ərzində Bakıda tez-tez güclənməsi gözlənilir. Nəticədə bu da gündüz saatlarında bir qədər mülayim hava olsa da, lakin axşam, gecə və səhər erkən saatlarında sazaqlı hava şəraiti ilə nəticələnir. Artıq yanvar ayının 8 və 9-undan sonraki tarixlərdə isə növbəti güclü siklonun, ekstratropik siklonun Rusiyanın qərbindən şimal-şərqi Avropada və Moskva vilayətindən keçməsi fonunda güclü soyuq havanın əvvəlcə gördüyünüz kimi Qara dənizin şimalından keçməsi gözlənilir. Sonradan isə bu sistemin Şimali Qafqazın keçməsi ehtimalı var. Yanvar ayının 8-ci 9-una qədər olan müddət ərzində Qafqazın cənubi Azərbaycan arasında şiddətli bir kəskin, amma ekstremal bir soyuma ehtimalı yoxdur.